Suallardan biri de odur ki, kinoya və yaxud da teleseriallara baxmaq olarmı? Və yaxud da dini kinolar haqqında fikrinizi bilmək istəyərdi və yaxud da nə deyərdiniz? Cavab odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, göz də zina eləyir, gözün zinası naməhrəmə baxmaqdır. Qulaq da zina eləyir, qulağın zinası haram olan şeyləri dinləməkdir və yaxud da haram olan səslərdən həzz almaqdır. Və bu sual ondan ibarətdir ki, bu dedikləri kinolarda olan naməhrəmlər, o kinolarda görsənən yarıçılpaq qadınlar, o kinolarda ifa olunan maxınlar və musiqi alətlərinin çalğıları, o kinoda olan, danışılan yalanlar, olunan istihzalar, o kinolarda olan xurafi əməllər, bunlara baxmağın hökmü nədir? Sual əslində belə olmalıdır. Kino budur. Kinoların içində olan, bildiyimiz kinoların içində olan bunlardır. Sual belə verilməlidir ki, bu şeylərə baxmaq olarmı? Cavab orada gəlir ki, olmaz. Çünki müsəlmandan tələb olunan odur ki, gözünü haramlardan qorusun, qulağını haramlardan qorusun və qəlbini haramlardan qorusun, əlini haramlardan qorusun. Müsəlmandan tələb olunan budur. Və bugünkü gündə ən böyük müsibətlərdən biri odur ki, müsəlman ailələrində teleseriallar izlənilsin, müsəlman ailələrində yarı çılpaq qadınlara baxılsın və yaxud da qadınlar özlərini bəzətmiş kişilərə baxsın və yaxud da müsəlman ailələrində musiqilər dinlənilsin. Ən böyük müsibətlərdən biridir. Elə bir çox ailələrdə qalmaqalların, vəlvələlərin düşməsinin səbəbi elə budur. Orada baxırlar teleseriallara, orada aşk bölümlərinə, qadın kişiyə, kişi qadına baxırsan ki, orada belə qəşəng, romantik, qəlb yumşaldası, qayğı göstərəsi sözlər ifadə edir və qadın kişiyə, sonra qadın baxır ki, kişisindən o kinoda gördüyünü görə bilmir. Və nə olur? Dilə gətirə bilmirlər. Əməllərində baxırsan, ailədə ər-arvad arasında problem çıxır. Halbuki elə o kinoda görsənənlərin özü o göstərdiyi rola görə aylıq götürürlər. Onların o gerçək sözü deyil. Onların qulağına fısıldanan sözlər ki, orada ifadə edirlər. Gerçəkdə əksəriyyət onların o seriallarda çıxanı bəlkə çoxsu elə zinakar, çoxları fahişələrdir. Bəlkə də o kinolarda görsənənlərin çoxsu belə ailədə nə tər özünə aparmaq lazımdır, onu bilmir. Ola bilər ki, o kinolarda elə görsənənlərin özü əksəriyyəti min cür haram işlərlə məşğuldurlar. Onlar heç zaman ağıllı insanlara örnək ola bilməzlər, min dənə kino çəksələr də. Ona görə o kinolarda baxdığı zaman ailələr dağılır çox yerlərdə. Bu çox təsir eləyir. İnsanlar haramlara baxdıqları zaman bir çox günahları küçümsəyirlər. Və müsəlmandan tələb olunan ailəcə odur ki, özlərini haramlardan qorusunlar. Qısacası, belə teleseriallara, ümumiyyətlə teleseriallara baxmaq olmaz. Və müsəlmandan tələb olunan, kişidən tələb olunan ailəsini qorumasıdır. Və qaldı dini, İslamda dini kino deyilən bir şey yoxdur. İslam dinində dini kino deyilən belə bir şey mən eşitməmişəm ki, alimlər desin ki, hə, dini kino var. Mən bir dənə sual verirəm ki, bu hər kəs bunu bilsin. Yer üzündə bugünkü günə kimi elə bir kino varım ki, orada musiqi ifadə olunmasın, orada musiqi olmasın, orada naməhrəm qadınlar çıxmasın. Hər halda, yəni ki, bu şeylərdən uzaq durmaq lazımdır. İxlasla.com saytı tərəfindən təqdim olundu.